Studiyada qonağım İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktor müavini aqrar sahə üzrə ekspert Ramil Hüseyndir. Ramil mənim, hər vaxtınız xeyir olsun. Dəvət üçün çox sağ olun. Mən təşəkkür edirəm və bildiyiniz kimi bir neçə gün bundan öncə Prezident İlham Əliyev kənd təsərrüfatı ilə bağlı müşavirə keçirdi. Dövlət başçısı müşavirədə aqrar sahə ilə bağlı çox vacib məqamlara toxundu və 2026-2030-cu illəri əhatə edəcək dövlət proqramı artıq var və mən soruşmaq istərdim, bundan əvvəl səhv eləmirəmsə bir yol xəritəsi olub kənd təsərrüfatı ilə bağlı. Bu dövlət proqramı həmin o yol xəritəsindən nələrlə fərqlənəcək? Bəli, doğru deyirsiniz. Kənd təsərrüfatı ümumiyyətlə Azərbaycan iqtisadiyyatının strateji bir sektorudur. Bunun üçün 2000-ci ildən bu günə baxsaq, müxtəlif sənədlər qəbul olunub. Ümumiyyətlə Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi ilə bağlı müvafiq sənədi Ümummilli lider Heydər Əliyev tərəfindən 2000-ci ildə qəbul olunub. Sonra əhalinin ərzaq məhsulları etibarlı təminatına dair dövlət proqramımız olub. Sonra kənd təsərrüfatı üzrə strateji yol xəritəmiz olub və bu gün də kənd təsərrüfatı həm də balıqçılığı əhatə edən yeni dövlət proqramı qəbul olunubdur. Həmin bunlar bir ardıcıllıqdır bu sənədlər. Ölkəmizdə kənd təsərrüfatının inkişafına baxanda görürük ki, digər sənədlərin də icrası nəticəsində Azərbaycan kənd təsərrüfatı sahəsində müəyyən inkişafa nail olubdur və hədəflərini reallaşdırıbdır. Necə ki, biz bir sıra məhsullar üzrə bugün danışanda deyirik ki, özünün təminat səviyyəsi 100%-dən çoxdur. Eyni zamanda Azərbaycanda müəyyən sahələr üzrə ixrac potensialı formalaşıbdır və bu baxımdan da müsbətdir və bu sənəd bir çox yeniliklər gətirib yeni mərhələ ilə bağlı. Çünki artıq iqlim dəyişikliyi çox ciddi çağırışlar yaradır. Eyni zamanda kənd təsərrüfatı ilə bağlı biz tək özümüzü təmin etməyi hədəfləmirik. Biz bu məhsulları həm də ixrac eləmək istəyirik. Bununla yanaşı ixaldan asılılığı azaldırıq. Eyni zamanda daha çox əlavə dəyər yaratmaq istəyirik. Ümumiyyətlə, kənd təsərrüfatının son illər Azərbaycanın ümumi daxili məhsulda payı 5-6% arasında olubdur ki, bir əvvəlki ilə baxsaq biz 5,9%-dir. Amma məşğulluqda mühüm paya sahib olub. Yəni bu 35% ətrafında Azərbaycan vətəndaşlarının, yəni işləyən insanlarımızın çalışdığı bir sahədir. Həmçinin də qeyri-neft ixracımızda mühüm paya sahibdir və bu sənəddə bu məqamları əhatə ediblər. Bu digər sənədlərimizin bir üst sənədi kimi, yəni bu günümüzü və 2030-cu ilə qədər olan müddəti əhatə edir. Eyni zamanda bu Azərbaycan Respublikasının 27-30-cu illəri əhatə edəcək sosial-iqtisadi inkişaf strategiyasına uyğunlaşdırılıbdır. Bu sənəddə bir mühüm məqam da ondan ibarətdir ki, artıq sahəyə ayrılacaq investisiyalarla bağlı dəqiq hesablamalar və hədəflər var. Yəni İlkin hesablamalar nəticəsində deyə bilərik ki, 2030-cu ilə qədər kənd təsərrüfatı sektoruna 5,9 milyardlıq bir investisiyanın yönəldilməsi hədəflənir. Bu çox böyük məbləğdir. Həmin bildiyimiz kimi Azərbaycan əsas kənd təsərrüfat fəaliyyəti regionlarımızdadır, rayonlarımızda çalışan insanlardır ki, bəzi rayonlarda məşğul əhalinin yarısına qədərinin əsas fəaliyyət növü elə kənd təsərrüfatıdır. İndi rayonlar üzrə müəyyən fərqlər olur və o deməkdir ki, bu investisiya, yəni 6 milyarda yaxın bir vəsaitin regionlara yönəldilməsi, kənd təsərrüfatı sektoruna yönəldilməsi oradakı inkişafa, gəlirlərin artmasına xidmət edəcək. Bu baxımdan çox mühümdür. Eyni zamanda bildiyiniz kimi bir neçə mühüm hədəflər burada müəyyənləşdirilib. Bundan biri intensiv və superintensiv bağların sahəsinin 20 min hektar genişləndirilməsidir. Eyni zamanda istixana sahələrinin 500 hektara qədər genişləndirilməsidir. Bunu nə üçün deyirəm? Bu birbaşa olaraq sənəddə əksini tapan ixrac hədəflərimizə də xidmət edəcək. Çünki hər il orta hesabına bizim ixracımız kənd təsərrüfatı məhsullarında 6% artması hədəflənir. Bu o deməkdir ki, bizim ixracımızda hansı məhsullarımız əsas yer alır? Məsələn, biz 2025-ci ili götürsək və qeyri-neft üzrə ixracımızda ilk 10 məhsulu götürsək, hansılardır? Bundan 5-i kənd təsərrüfatı məhsuludur. Yəni bizim biz bunu amma artıra bilərik də. Bəli, əlbəttə ki, sənəd də onu hədəfləyir. Birinci olaraq bizim ilk 10 məhsuldan ixrac elədiyimiz məhsuldan 5-i ki, pomidordur, pambıq mahlıcıdır, fındıq ləpəsidir, eyni zamanda xurmadır və digər məhsullarımız var burada. Şaftalı, alma bizim əsas qeyri-neft sektorunda ixrac etdiyimiz məhsullardan kənd təsərrüfatındadır məhsullardır. Bu sənəd də həmin onların da ixracını artırmaq istəyir. Çünki super intensiv bağlarda meyvə ixracımızın artmasına töhfə verəcək. İstixanalar isə pomidor və digər istixana məhsullar ki, bizim istixanada əsasən pomidor, xiyar və digər məhsullar becərilir. Eyni zamanda daxili bazarda da istehsalın artması bolluğa səbəb olacaq. Bu da bir hədəflərdən biridir. Sənəddə gördüyümüz kimi digər
digər istehsal üzrə də bu hədəflər var ki, ət istehsalı, süd istehsalı, yumurta istehsalı, yəni ətdə qoyun əti istehsalı və mal əti istehsalında hamısının artım hədəfləri var. Xüsusən də quş ətində 30%-ə qədər artım var. Yumurtada 27%-ə qədər, süd istehsalında bizim artımımız 10%, qoyun ətində eyni zamanda 9%lıq bir artım, mal ətində 20%lıq ki, bu faizlərin hamısı həm daxildəki təminatımız baxımından yaxşıdır ki, həm də qiymətlərin sabitliyi baxımından mühüm rol oynayacaq. Meyvə tərəvəz ilə bağlı hədəflərimiz isə həm də ki, ixraca yönəlir ki, düzdür, burada məsələn buğda istehsalında məhsuldarlığın 50 sentinə xüsusi təsərrüfatlarda çatdırılması ərzaq təhlükəsizliyinə xidmət edir. Amma pambıqdakı 50%-ə çatdırılma məhsuldarlıq artıq bizim ixrac potensialımıza xidmət edir. Eyni zamanda da bu artım, yəni ki, məsələn pambıqdakı artıma paralel olaraq sənəd orada daha çox əlavə dəyər yaradılmasına hədəfləyir. Yəni biz növbəti illərdə mahluc ixracından çox ondan istehsal etdiyimiz digər məhsulları ixrac edək ki, daha çox əlavə dəyər yaradaq, eyni zamanda iş yerləri yaradaq. Bu sənəd indi yəni peşəkar mütəxəssislər də baxanda da bir nüansdan da fərqlənir ki, kənd təsərrüfatının məşğulluqda payı 35% dediyimiz kimi böyük rəqəmdir. Yəni əhalinin buradan dolanışığı xüsusən də rayon yerləri üçün mühümdür və aqrar inkişaf tendensiyası onu göstərir ki, ölkələr inkişaf etdikcə, o cümlə Azərbaycanda gələcəkdə aqrar məşğulluqdakı pay müəyyən qədər azalacaq. Çünki digər sektorlarımızda əhali çalışacaq, turizm, xidmətin digər sektorları və yaxud da ki, emal sənayesində. Amma bu sənədin reallaşması, o investisiyaların rayona getməsi, kənd təsərrüfatında çalışanların gəlirlərinin artmasına töhfə verəcək. Yəni bizim hədəfdən də biri kənd təsərrüfatında çalışanların orta aylıq əmək haqqısı, eyni zamanda gəlirlərinin daha artmasıdır ki, indiki rəqəmlər göstərirdi ki, kənd təsərrüfatı digər sektorlardan gəlir baxımından, əmək haqqı baxımından daha aşağı idi. Amma ki, bu investisiya, bu inkişaf bu yöndə də kənd təsərrüfatına töhfə verəcəkdir. Bir də bildiyiniz kimi, kənd təsərrüfatı çox funksiyalı sahədə, yəni bu tək ərzaq və yaxud da ki, lif istehsal eləmirik, eyni zamanda bu ərzaq təhlükəsizliyimizi təmin eləyir, bununla yanaşı o mədəni mirasdır orada və yaxud da ki, vərdişdir, regionlarımızla bağlı inkişafı üçün mühüm faktordur ki, iş yerləri yaradır, insanların regionlarda fəaliyyət üçün rol oynar və çox funksiyalı bir sahə olduğu üçün belə proqramlarda oranın dayanıqlığına xidmət eləyir və əvvəlki illərində təcrübəsi göstərir ki, Azərbaycan kifayət qədər kənd təsərrüfatının inkişafına dəstək veribdir. Yəni dövlət sektordan vergi almır, eyni zamanda subsidiya verir, müvafiq şəraiti yaradıbdır və bu proqramlarla investisiya cəlb edir. Məhz ölkə başçısının da müşavirədə özəl sektoru üçün də müəyyən çağırışlar eləməsi, gəlin investisiya qoyun və ölkəmiz üçün, sahənin inkişafı üçün mühüm roldur və sənətdəki bir məqam da odur ki, investisiyaların hardasa 63%-i məhz özəl sektorun qoyacağı gözlənilir. Yəni burada tək dövlət investisiyaları nəzərdə tutulmur. Özəl sektorun o investisiya qoyması ilə bağlı hədəflər var, müvafiq işlər aparılacaq. Həmçinin də işğaldan azad edilmiş ərazilərimiz də bu sənədə əhatə edir. Ramil müəllim, o mövzulara toxunacağıq. Mən istərdim, siz qeyd elədiniz, özəl sektorunda məhz bu prosesə cəlb olunması və necə düşünürsünüz? Dövlət sektoru və özəl sektor həm də paralel fəaliyyət göstərə bilərmi və bu onların rəqabətliliyini artıra bilərmi? Ümumiyyətlə, məsələ ondan ibarətdir ki, sizə vacib bir nüansda qeyd edeyim ki, ilk olaraq proqramla bağlı, bu kənd təsərrüfatı ilə bağlı qəbul olunan bu proqram artıq ilk dəfə bütün suveren ərazimizi əhatə edir. Bundan öncəkilərdə bizim müəyyən çağırışlarımız vardı. Məsələn, heyvandarlıq deyəndə qoyunçuluğun inkişafı bildirirdik ki, otlaqlarımızın, yay otlaqlarımızın, xüsusən böyük hissəsi işğal altındadır. Su ilə bağlı ciddi çağırışlarımız var. Çünki kənd təsərrüfatı bu günə qədər ki, inkişaf hədəflərində torpaqlarımızın 20% böyük bir ərazidir. İşğalda olması ciddi maneələr yaradırdı. Yəni, su ilə bağlı çətinliklərimiz var idi, örüş otlaqla, əkin sahələri ilə və digər problemlər vardı. Artıq ilk sənəddir ki, tam ölkəni əhatə eləyir və bu baxımdan da vacibdir. Və özəl sektoru, ümumiyyətlə Azərbaycanın kənd təsərrüfatında hazırda məhsul istehsalı əsasən özəl sektorun hesabınadır. Çünki Azərbaycanda çox uğurlu zamanında aqrar islahatlar həyata keçirilibdir və onun nəticəsi olaraq özəl sektor mühüm rol alır və əsas inkişaf da məhz özəl sektorun üzərindədir. Dövlət isə tənzimləyicidir və dəstək verir. Yəni, dövlət subsidiya verir, təşviq eləyir və bu sahələr genişlənir. Yəni, əsas subsidiya həmi bitkiciliyə yönəlir, eyni zamanda heyvandarlıqla bağlı da dövlətin müəyyən subsidiyaları var, güzəştli kreditləri var və infrastrukturun yaradılmasına dövlət ciddi dəstək verir ki, daha xəşli işləri,
dövlət öz üzərinə götürür və digər sahə isə sahibkarlıqla, özəl sektorla bağlıdır. Qarşıdakı müddətdə də, yəni bu istiqamətdə dövlət əsasən öz dəstəyini verib şəraiti yaradacaq və investisiyaları, yeni istixanaların tikilməsi ki, bunu özəl sektor həyata keçirir və dövlətin yerdə şərait. Ramil müəllim, siz istixanaları biraz öncə də qeyd elədiniz və orada rəqəmi də səsləndirdiniz. Hazırki dövlət proqramında onların belə başa düşdüyüm ki, sayı artırılmalıdır. Bəli. Və bu regionları necə tam olaraq həm də əhatə eləməlidirmi? Ola bilsin ki, hansısa bir bölgədə istixanaların sayı daha çoxdur, digər bölgələrdə biz o qədər də say rəqəmini çox görmürük. Yəni bunu tam olaraq tənzimləmək mümkün olacaqmı bütün regionlar üzrə? Maraqlı məqama qeyd edirsiniz. Ümumiyyətlə belə istixanalarla bağlı statistikaya baxanda 1500 hektardan onu 2000-ə çatdırmaq hədəflənir. Bu ciddidir. Yəni ki, 500 hektar 1500 2000-ə qarşıdakı 2030-a qədər olan müddətdə böyük rəqəmdir və çox investisiya tələb edən bir sahədir istixana, yəni digər sahələrlə. Azərbaycandakı statistikaya baxanda istixanalar əsas Bakı şəhəri ətrafı, Abşeron rayonu, Şəmkir. Demək olar ki, ikisinə yaxın bu üç yerdə ixtisaslaşıbdır və sahibkarlar ora investisiya qoyubdur. İstixana ilə bağlı da təbii iqlim şəraiti, günəş enerjisinin alınması ki, radiasiya, digər məqamlar var və sahibkarlar hansı bölgəyə investisiya qoymaq istəyir. Və şərt ondan ibarət deyil ki, indi işğaldan azad edilmiş ərazilərimizdə Cəbrayıl rayonu və digər bölgələrdə istixanalar nəzərdə tutulur ki, orada da yeni istixanalar yaradılsın. Amma ki, burada həm də ixtisaslaşma nəzərə alanda müəyyən bölgələr istixanalar üzrə ixtisaslaşır, digərləri intensiv bağlar üzrə, məsələn ki, bunun da artırılması, 20 min hektar intensiv və superintensiv bağlar salınacaqdır ki, bu regionlar üçün bunlar daha uyğundur və bu proqram həm də ixtisaslaşmaya töhfə verir ki, seçilmiş regionlar, yəni pambıqçılığa uyğun regionda pambıq becərək, taxılçılığa uyğun təsərrüfatlarda taxıl becərək daha çox məhsul alaq və yaxud da ki, intensiv meyvəçiliyi ilə bağlı da eyni təşviqlər verilir. Bununla yanaşı sənətdə mühüm məqamlardan biri isə müasir suvarma sistemlərinin artırılmasıdır ki, burada 170 min hektar daha çox geniş sahəyə müasir suvarma sistemləri tətbiq ediləcək. Həm bu su resurslarımızın qənaətidir, həm də müasir suvarma sistemləri daha çox məhsuldarlıq deməkdir ki, 1 hektardan biz daha çox məhsul alacağıq. Bu baxımdan da yəni sənət özünə məxsus xüsusiyyətləri var və demək olar ki, 2030-a qədər artıq kənd təsərrüfatında yeni vizyonumuz formalaşıb Azərbaycan nəyə nail olmaq istəyəcəkdir və sənət də bu istiqamətdə öz tədbirlərini ehtiva edib. Ramil müəllim, mənim növbəti sualım elə Qarabağ və Şərqi Zəngəzurun aqrar sahəsinə bağlı olacaq. Bir məlumatı da elə diqqətinizə çatdırmaq istəyirəm. Xankəndidə istehsal gücü illik 25 milyon cüt iş əlcəyi olan müəssisə fəaliyyətə başlayıb. Məhsullar sənaye və təsərrüfatda istifadə olunacaq və onda bunu necə düşünürsünüz? Artıq bu da məsələ kənd təsərrüfatı sahəsinə bağlı artıq yeni bir xəbərdir. Yəni müəssisədə istehsal ediləcək əlcəklər 4 növdə olmaqla müxtəlif təyinatlar üçün nəzərdə tutulub. İstərdim bu barədə də danışaq. Bu cür məsələn azad ərazilərdə fabrik və zavodların sayının artırılması, istərsə də kənd təsərrüfatı sahəsində hansı işlərin icra olunması özlüyündə artıq bizə məhz görülən işlərlə bağlı informasiyaları təqdim edir. Doğru qeyd edirsiniz. Bundan öncə Xankəndidə məsələn Trikotaj fabrikinin işə salınması ki, xammalı pambıq maxracındandır. Yəni ki, bu da Azərbaycan üçün yaxşıdır. Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərlə bağlı bizim son illərdə çətinliyimiz ondan ibarətdir ki, bəzən deyirlər hardasa sıfırdan başlandı. O bölgədə biz mənfidən başlayırdıq. Çünki ərazi həm də minalanmışdı. Kənd təsərrüfatı üçün ki, birinci mina təmizlənməli idi və ondan sonra kənd təsərrüfatı sektorunun inkişafı istiqamət işlər aparmalıdır ki, artıq o sahədəki bu mina məsələlərlə bağlı ciddi işlər görülür və yeni müasir təsərrüfatlar yaranır ki, həmən ərazi heyvandarlığımıza töhfə verir. Yəni artıq biz orada istehsal edilən tək balı yox, əti, südü, yağı da artıq market və bazarlarda görməyə başlayırıq. Eyni zamanda bitkisilik sektorunun inkişafı ilə bağlı da potensial ilgənliyə fermerləri həmin ərazilərə daha çox cəlb edir. Əlbəttə ki, bir neçə cəhətdə, məsələn, heyvandarlıqla məşğul olanlar üçün yay ayları xüsusən çətinliklər var idi. Ölkə ərazisi məhduddur və genişlənmə imkanları yoxdur, xüsusən də qoyunçuluqda. Amma ki, indi o ərazilər onlar üçün yeni imkanlar verdi ki, daha çox gəlir əldə edə bilsinlər. Eyni zamanda ərazidə yaranan yeni bağlar, meyvəçilik istiqamətində işlər, nümunəvi təsərrüfatlar yaradılır və qarşıdakı illərdə biz bunu daha çox təsirini görəcəyik. Həm də
bu eyni zamanda bizim ixrac potensialımıza töhfə verəcəkdir ki, yəni ixracın da olması həmən yerdə çalışanların gəlirlərinin artmasına xidmət eləyir. Bu baxımdan mühümdür və qeyd elədiyimiz kimi emal müəssisələrinin yaradılması daha çox əlavə dəyər yaradılmasına töhfə verilməz. Bu sənədlərimizdə o vurğulanır ki, biz artıq ilkin olaraq xammal istehsal eləmirik. Burada kənd təsərrüfatında onlara dəyər yaradıb ixrac eləyirik. Bu bir neçə cəhətdən üstündür. Yəni ki, biz bu günə kimi əsas məsələn, fındıq ləpəsi ixracında əsas ölkələrdən biriyik dünya miqyasında və yaxud da ki, xurmada, amma eyni zamanda burada da emallar dərinləşdirir. Necə ki, xurma ilə bağlı müvafiq olaraq emal müəssisəsi yaradılır, fındıq ləpəsi ilə bağlı müvafiq addımlar atılır ki, biz daha çox dəyər yaradan kənd təsərrüfatı məhsulları istehsal və ixrac edək. Həm də ki, investisiya deyəndə özəl sektor, burada tək daxili investorlarımız nəzərdə tutulmuş, şübhəsiz ki, Azərbaycanda şərait var və xarici investorlar da texnologiya gətirməyə, investisiya qoya bilərlər ki, daha çox əlavə dəyər yaratsınlar. Əslində, mən son sualımı soruşmaq istərdim. Ramil müəllim, maraqlı bir məqamı qeyd elədiniz. Qarabağ və Şərqi Zəngəzura da aqrar sahənin inkişafı baxımından xarici investorlar cəlb oluna bilərmi? Bəli, əslində artıq o istiqamətli işlər gedib ki, nümunəvi olaraq Zəngilanda yaradılmış Dost Aqroparkda türk investorlar da çalışır. Amma ki, bu say artmalıdır, çünki orada imkan və potensial var onu reallaşdırmaq üçün və o investisiya, o təsərrüfatlarda ora qayıdan vətəndaşlarımızın iş yeridir. Yəni, hamısı onun üçün xidmət edir və oradakı təsərrüfatlarla bağlı da yaradılan təcrübə onu göstərir ki, nümunəvi təsərrüfatların yaradılması istiqamətdə kifayət qədər işlər görülür və qarşıdakı ümumiyyət tarixən işğaldan azad edilmiş ərazilərdə də kənd təsərrüfatı əsas məşğulluq sahəsindən biri olubdur. Yəni, rayonlarımız üzrə taxılçılıqdır, üzümçülük, pambıqçılıq üzrə ixtisaslaşan rayonlarımız olubdur. Həmçində heyvandarlıq üzrə bölgədə və hazırda müasir tələblərə uyğunda o işlər görülür ki... Elə yeri gəlmişkən, Ramil müəllim, bir məlumat da deyim, Xankəndi şəhərində ötən əsrin sonlarında inşa edilən mədəniyyət mərkəzi yenidən artıq əhalinin ixtiyarına verilib. Əsaslı təmir edilən mədəniyyət mərkəzi yenidən qurulub. Burada kino və səhnə fəaliyyəti, müxtəlif mədəni kütləvi tədbirlərin təşkili, təlim, məşğələ, yaradıcılıq, inzibati idarə etmə, həmçinin turizm yönümlü xidmətlərin həyata keçirilməsi üçün də zəruri şərait yaradılıb. 3 mərtəbəli binada müxtəlif sahələrə aid dərnəklərin yerləşdiyi çox funksiyalı zona, qrim otaqları, akt və kino zalları, kassa və suvenir mağazası, bufet fəaliyyət göstərəcək. 348 yerlik tamaşa yeri olan mərkəzdə film nümayişi, tamaşa, təqdimat, konsert, rəsmi görüş və digər tədbirlərin keçirilməsi üçün də yüksək şərait təmin olunub və qeyd edək ki, mərkəz şəhərdə kütləvi tədbirlərin keçiriləcəyi əsas məkanlardan biri olacaq və gördüyünüz kimi artıq bu istiqamətdə də işlər görülür, mərkəzlər açılır və bunlar da əslində hər biri bir-biri ilə zəncirvari bağlıdır. Əlbəttə, bu çox yaxşı məqama toxunursunuz. Əslində orada turizm məsələsi də qeyd edilir. Çünki turizmin inkişafı da işğaldan azad edilmiş ərazilərimizdəki kənd təsərrüfatının inkişafına da öz töhfəsini verəcək. Çünki turistlərin getməsi yerli məhsullara, kənd təsərrüfatı məhsullarına tələbat yaradır. İstehsalçının məhsulunun alıcısı olduqca daha çox istehsal etməyə maraqlanır və bölgəyə həyatın qayıtması oradakı istehsalçılara, fermerlərə və təsərrüfat yaratmaq istəyənlərə də əlavə imkanlar yaradacaqdır və potensialların reallaşmasına töhfə verəcək. Əlbəttə, bunların hamısı bir-biri ilə bağlıdır və həyatın o bölgəyə tam qayıtması ümumi ölkəmizin inkişafına töhfə verəcək. Təşəkkür edirəm sizə Ramil müəllim. Çox sağ olun. Bir daha xatırladım ki, qonağım İqtisadi Saatların Təhlili və Kommunikasiya Mərkəzinin direktor müavini, aqrar sahə üzrə ekspert Ramil Hüseyn idi. Məsələn, biz Ramil müəllimlə də aqrar sahədəki inkişafdan danışdıq.